Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün işığın sınma qanunu, tam daxili qayıtma başlığındakı testlərin izahına baxacaq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin başlayaq. Bir nömrəli sualda bizə deyir ki, sınma bucağı 40 dərəcə, sınan şüa ilə qayıdan şüa arasındakı bucaq 80 dərəcədir. Düşmə bucağını tapın. Mən şəkil çəkərəm. Bu şəkildə düşmə bucağımı çəkirəm, sınma, qayıtma daha doğrusu, bu da sınma bucağım olsun. Buradan da bir dənə səttin normalını çəkirəm, tən ortadan bu şəkildə. Deməli, mənə deyir ki, sınma bucağı 40 dərəcədir. Yəni, bu hissə bizdə 40 dərəcəyə bərabərdir. Və sınan şüa ilə qayıdan şüa arasındakı bucaq, sınan şüa budur, qayıdan şüa da budursa, bu ikisi arasındakı bu ümumi bucaq 80 dərəcədir. Onda bu əgər açıq bucaqdırsa, baxın bu hissə. 80-in 120 dərəcəsini verib 80 ilə 140-ı toplayıram. 180-dən də 120-ni çıxsam, mənə verər 60 dərəcə. Deməli, bu balaca hissə qayıtma bucağım 60 dərəcədir. Onda sınma bucağım da 60 dərəcədir. Məndən də sınma deyirəm, düşmə bucağım. Onda düşmə bucağı da neçə olar? 60 dərəcə. D variantı. 2. İşıq götürənin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? İşığın tam daxili qayıtma hadisəsinə. 3. İşıq şüasının əvvəlki yayılma istiqamətindən olan meyl bucağını hesablayın. Baxın, 45 dərəcədirsə, buradan deməli 45 dərəcə bucaq altında düşməli idi. Amma 45 dərəcənin 30'unu veribsə, bu nə qədərini meyl edib? 15 dərəcəsini meyl edibdir. Cavab olur C variantı. 4. İşıq şüasının sınma bucağını hesablayın. Burada 60'dırsa, onda deməli, baxın, burada ümumi 60 dərəcə olmalıdır. 60'ın 20'sini veribsə, bu beta bucaq olur 40 dərəcə. Yəni C variantı. Keçək növbəti suala. 5. İşıq şüası birinci mühitdən ikinci mühitə keçəndə yayılma sürəti 250-dən 125-ə qədər azalırsa, ikinci mühitin birinci mühitə nəzərən nisbi sındırma əmsalı nəyə bərabərdir? N2 1 bərabərdir. N2-nin N1 olan nisbətini istəyir. V bərabər S bölü N olduğu üçün baxıram ki, sürət sındırma əmsalından tərs asılıdır. Onda V1 bölünsün V2 yazmalıyım. V1 250'dir. V2 də 125'dir. Bu da mənə verir 2. Deməli, 5'də cavab olur D variantı. Keçək növbəti suala. 6 nömrəli sual. İkinci mühitin birinci mühitə nisbətən sındırma əmsalı hansı düsturla tapılır? İkincinin birinciyə nəzərən deyirsə, ikinci mühitin sındırma əmsalını birinci mühitin sındırma əmsalına bölürük. Cavab olur C variantı. 7. Mühitin mütləq sındırma əmsalı hansı düsturla təyin olunur? Deməli, V bərabər S bölü N-dir düstur. Buradan da E-ni tapanda alaram S bölünsün V. Yəni, cavab olur B variantı. 8. Tam daxili qayıtmanın limit bucağı hansı düsturla tapılır? Uşaqlar, tam daxili qayıtmanın limit bucağı sinüs alfa 0'dır. O da bərabərdir 1 bölünsün N. Çünki birinci mühiti hava götürürük. Daha doğrusu vakum. Vakumda da sındırma əmsalı 1'ə bərabər olur. Yerinə qoyanda 1 bölünsün N alınır. Yəni cavab Y variantı. 9. Mühitin seyrək mühitə nəzərən sındırma əmsalı hansı ifadə ilə təyin olunur? Onda N'ni buradan taparam. Baxın, sinüs alfa 0 bərabərdir 1 bölü N'dir. Buradan da N'ni tapanda 1 bölünsün sinüs alfa 0 alaram. Yəni 9'da cavab olar B variantı. 10. Hansı adsız fiziki kəmiyyətdir? Mütləq sındırma əmsalı vahidi yoxdur. 11. İşıq şüası sındırma əmsalı 1,8 olan mühitdən ikinci mühitə keçir. Deməli, N1'in 1,8'dir. N2'm yoxdur. İkinci mühitin sındırma əmsalının hansı qiymətində sərhəddə tam daxili qayıtma baş verə bilər? Deməli, tam daxili qayıtmanın baş verə bilməsi üçün bizim belə bir şərtimiz var ki, bu ikinci mühitin sındırma əmsalı birincinkindən az olmalıdır. Daha doğrusu çox olan mühitdən aza keçməlidir ki, tam daxili qayıtma baş versin. Onda da bizdə əgər 1,8'dirsə, 1,8'dən kiçik qiymət götürməliyəm. O da 1,5 götürərəm, B variantı. 12. Şüşə hava sərhəddi ilə üçün işığın tam daxili qayıtmasının limit bucağı 41 dərəcədir. Düşmə bucağının hansı qiymətində tam daxili qayıtma baş verər? Deməli,
Tam daxili qayıtmanın baş verməsi üçün düşmə bucağı həmin bu limit tuşalamanın limit bucağından böyük olmalıdır ki, tam daxili qayıtma baş versin. İki şərtimiz var. Bir, işığın sındırma əmsalı az olan mühitdən, çox olan mühitdən aza keçməlidir. Və yaxud da işığın belə deyək də, düşmə bucağının qiyməti tam daxili qayıtmanın limit bucağından böyük olmalıdır. Bu iki şərt ödəndikdə tam daxili qayıtma baş verir. Bizə də limit bucağını 41 dərəcə veribsə, düşmə bucağı bundan böyük olmalıdır. Ona görə də cavabı götürürəm Y variantı. 13. İşıq sındırma əmsalı 1.6 olan mühitdən sındırma əmsalı 2.4 olan mühitə keçərkən sürəti. Deməli, V bərabər S böləyinə görə sındırma əmsalına sürət tərs asıdır. Yəni, sürəti tapanda sındırma əmsalını 1.6-dan 2.4-ə keçəndə 2.4-ü 1.6-ya bölərəm. Bu mənə verər 1.5. Deməli, sındırma əmsalım 1.6-dan 2.4-ə keçəndə 1.5 dəfə artır. 1.5 dəfə artırsa, sürət tərs asılı olduğu üçün 1.5 dəfə azalar. Yəni, 13-də cavab olur A variantı. 14. İşığın mütləq sındırma əmsalı 2.4 olan mühitdən vakuma keçərkən sürəti. Baxın, mühitin sürətini, sındırma əmsalını M1 ilə götürürəm. Vakum isə sındırma əmsalı 1-dir. Əgər M1-dən N2-yə keçirsə, sındırma əmsalı 2.4 dəfə azalır. Onda V bərabər S böləyinə görə, əgər sındırma əmsalı 2.4 dəfə azalırsa, sürət 2.4 dəfə artmalıdır, tərs asıdır. Cavab olur C variantı. 15. İşıq vakumdan mütləq sındırma əmsalı 1.6 olan mühitə keçərkən. Vakumdan keçir, yəni vakum birinci mühitdir, bunun sındırma əmsalını 1 götürürəm. İkinci mühitin sındırma əmsalı isə 1.6-dır. 1-dən 1.6-ya keçəndə sındırma əmsalım 1.6 dəfə artır. Onda V bərabər S böləyinin düsturuna görə, əgər sındırma əmsalı 1.6 dəfə artırsa, sürət 1.6 dəfə azalmalıdır. Yəni, cavab olur D variantı. 16. Mütləq sındırma əmsalı 2 olan şəffaf mühitdə monoxromatik işığın yayılma sürəti nə qədərdir? Deməli, düstur V bərabər S bölünsün N-dir. S 3 vur 10 üstü 8-ə bərabərdir, N də 2-dir. Bu da mənə verir 1.5 vurulsun 10 üstü 8. Yəni, cavab olur Y variantı. 17. Mütləq sındırma əmsalı 1.2 olan şəffaf mühitdə monoxromatik işığın yayılma sürəti nə qədərdir? Yenə düsturumuz eynidir, V bərabər S böləndir. S 3 vur 10 üstü 8-dir. N də 1.2-dir. Bunu da çəkəndə bu şəkildə olur. İxtisar da aparsam, 6 ixtisar gedər 5 vur 10 üstü 8 bölünsün 2 düşər. Bunu da ixtisar aparanda 2.5 vurulsun 10 üstü 8 alaram. Metr bölünsün saniyə. 17-də cavab olur B variantı. 18. İki mühit sərhədində düşən, qayıdan və sınan şüalar göstərilmişdir. Qayıtma bucağı hansıdır? Baxın uşaqlar, düşmə bucağı budur. Qayıtma bucağı budur. Düşmə bucağını alfa deyək. Qayıtma bucağı betadır. Sınma bucağı da baxın budur. Bu da olsun gamma. İndi bizdən də nə istəyir? Bizdən də əgər qayıtma bucağını istəyirsə, qayıtma bucağı betadır. Yəni 2-də olan bucaqdır. Cavab olur Y variantı. 19. Deyir ki, iki mühit sərhədində düşən, qayıdan və sınan şüalar göstərmişdir. Sınma bucağı. Baxın, düşmə bucağı. Çünki buradan düşür, buradan qayıdır, burada da sınır. Sınma bucağı da baxın buradır. Yəni 5. Cavab olur A variantı. 20. Şüşənin qalınlığı almazın qalınlığından neçə dəfə böyük olmalıdır ki, onlarda işığın yayılma müddətləri eyni olsun. Və almazın mütləq sındırma əmsalını bizə 2.4 verib, şüşəninkini 1.5 verib. Əgər işıq, belə deyim də, prizmanın üzərinə perpendikulyar düşürsə, onda bizim belə bir düsturumuz var. dn bərabərdir, S vurulsun T. Buradan lövhənin qalınlığı D-dir. Burada verib şüşə ilə almazı. İndi müddətlər eyni olsun deyir. Eyni olsun. Bizdə qalınlıqdan, yəni D-dən söhbət gedir. Baxıram, işıq sürəti, yəni eyni sürətlə düşürlər. D ilə N. Bunlar bir-birindən tərs asıdır. Onda yazanda yazıram D alfa bölünsün D şüşə bərabərdir N şüşə bölünsün N alfa. Deməli, bizə deyir ki, şüşənin qalınlığı almazın qalınlığından neçə dəfə böyük olmalıdır. Nisbəti yazanda, şüşənin almazı olan nisbətini yazmalıyıq. Çünki onun qalınlığını soruşur. Onda yazaram D şüşə bölünsün D almaz bərabərdir N almaz bölünsün N şüşə. Çünki tərs asıdırlar. Onda mən bu nisbəti tapsam, D şüşə bölünsün D almaz bərabərdir. Almazın mütləq sındırma əmsalı 2.4-dür. Şüşəninki də 1.5-dir.
Bunu da çəkəndə bu ikisini də biz 3-ə ixtisar aparsaq, burada 8, burada 5 düşər. Bu da bizə verir 1,6. Deməli, cavab olur 1,6. B variantı. 21 nömrəli sual. 2 mühitə ayıran sərhədə düşən şüa düşərkən düşmə bucağının müəyyən alfa qiymətində düşmə bucağının sinusunun sınma bucağının sinusuna olan nisbəti n-ə bərabərdir. Bunu yazaq. Düşmə bucağının sinusuna sinus alfa deyək. Sınma bucağının sinusuna sinus beta deyək. Bərabər edək bunu n-ə. Bizə deyir ki, düşmə bucağını 2 dəfə artırsaq, bu nisbət nəyə bərabər olar? Uşaqlar, düşmə və sınma bucaqları bir-birlərinə bərabər olan cəmiyyətlərdir. Yəni, mən düşmə bucağını əgər 2 dəfə artırıramsa, onda sınma bucağı da 2 dəfə artır. Mən də bunları bir-birinə böləndə yenə eyni nəticəni alıram. Tutaq ki, düşmə bucağım 30 dərəcədir. Bilirik ki, B deyim də, sınma bucağını da əgər biz işığın düşmə bucağını nə qədər artırsaq, sınma bucağı da bir o qədər artır. Ona görə də əgər sınma bucağını 2 dəfə artırırıqsa, daha doğrusu düşmə bucağını, onda sınma bucağı da 2 dəfə artır. Onda sındırma əmsalı dəyişməz, elə n olaraq qalar. Cavab olur D variantı. 22 nömrəli sual. Almazda işığın yayılma müddəti eyni qalınlıqlı şüşədə yayılma müddətindən neçə dəfə böyükdür? Düsturumuz D vurulsun M bərabərdir, C vurulsun T'dir. T'lər eynidir, C işıq sürətidir, D ilə N isə bir-birindən tərs asıdır. İşığın yayılma sürəti almazda yayılma sürəti eyni qalınlıqlı şüşədə yayılma müddətindən neçə dəfə böyükdür? Hə, uşaqlar, burada bu dəfə bizə sürətlərini fərqli verib. Eyni qalınlıqlı deyir, D'lər eynidir. Baxıram, sürətlə də sındırma əmsalı düz asıdır, T'lər də eynidir. Və indi mənə nə deyir? İşığın yayılma almazda, yəni C almazın bölünsün. Şüşədə yayılma müddətindən neçə dəfə böyük olduğu C şüşə bərabərdir. Sındırma əmsalından düz asılı olduğu üçün N almaz bölünsün N şüşə olur. Almazın sındırma əmsalı 2,4, şüşənin sındırma əmsalı 1,5. Buradan da mən bunu ixtisar aparsam 3-ə, burada 5 düşər, burada isə deməli 8 düşər. 8-i də 5-ə böləndə 1,6 alaram. Yəni 22-də cavab olar Y variantı. 23 nömrəli sual. Hava maye sərhədinə 60 dərəcəlik bucaq altında düşən işıq şüası mayedə kökdə 2 bölünsün 3C sürəti ilə yayılır. İşığın sınma bucağının sinusunu hesablayın. Deməli, sürət sındırma əmsalından necə asıdır? C bərabərdir. Belə yazaq. V bərabərdir C böləyinə görə baxanda sındırma əmsalından tərs asıdır. Bucaq da sındırma əmsalından düz asıdır. Onda bundan istifadə edərək deyə bilərəm ki, onda sürət və bucaq bir-birindən düz asıdır da. Çünki bunların hər ikisi sındırma əmsalından tərs asıdırlar. Onda mən belə yazaram. Sinus alfa, yəni düşmə bucağının sinusunun sınma bucağının sinusuna olan nisbəti bərabərdir. Hansı mühitdən düşür? Mayedən. Düz asıdırlarsa mayenin sürəti bölünsün, daha doğrusu havanın sürəti bölünsün mayenin sürətinə. İndi buradan sinus alfam düşmə bucağım var, 60 dərəcədir. Sinus da 60-da kök 3 bölünsün 2 alır. Sinus beta yoxdur, bərabərdir. Havada sürət C-dir, mayedə sürət isə 2 bölünsün 3C verib. C-lər gedir. 2 sinus beta bərabər olur. Kökdə 3 vurulsun. Kökdə 2 bölünsün. Kökdə 3. Bu kök 3'lər bir-birinə aparacaq. Sinus betanı da tapanda mənə verəcək kök 2 bölünsün 2. Kök 2 bölünsün 2 cavab da olur C variantı. 24. Havadakı prizma üzərinə düşən işıq şüasının yolu göstərilmişdir. Prizmanın sındırma əmsalı kök 3'dür. Sınma bucağını hesablayın. Sinus alfa bərabərdir. Belə yazaq. Deməli, sınma bucağını istəyir də. Sinus alfa bölünsün sinus beta bərabərdir. Deməli, hava ilə necə asılıdır? Buradan yazıram. Sinus alfa bərabərdir 1 bölü n-ə görə sındırma əmsalından tərs asıllıq var. Ona görə n prizma bölünsün n hava yazarım. İndi bunun düşmə bucağı var. 60 dərəcədir. Sinus da 60-da kök 3 bölünsün 2 alır. Vururam. Sinus beta sınma bucağını verməyib. Bu sinus beta qalır yerində. Bərabərdir. Prizmanın sındırma əmsalı kökdə 3'dür. Havanın sındırma əmsalında bilirik ki 1'dir. Onda buradan kök 3'lər gedər. Sinus betanı tapanda 2'də 1 alaram. Sinus da 2'də 1'i neçə dərəcədə alır? Verib öz 30 dərəcədə. Deməli cavab da olur 30 dərəcə. Yəni 24'də Y variantı. 25.
15. Suyun, spirtin və şüşənin mütləq sındırma əmsalları uyğun olaraq bu şəkildədir. Bu maddələrdən hansında tam daxili qayıtmalı limit bucağı ən kiçikdir? Tam daxili qayıtmalı limit bucağı sinus alfa 0 bərabər 1 böləndir. Yəni, limit bucağı sındırma əmsalının tərs asıdır. Əgər limit bucağının ən kiçik qiymətini istəyirsə, sındırma əmsalı ən böyük olanı götürməliyim. O da 1/6-dır. O da nəyindir? Şüşənin. Cavab olur B variantı. 26. Suyun, spirtin və şüşənin mütləq sındırma əmsalları verilmişdir. Bu maddələrdən hansında tam daxili qayıtmalı limit bucağı ən böyükdür? Yazıram. Sinus alfa 0 bərabər 1 bölün. Limit bucağı sındırma əmsalının tərs asıdır. Əgər limit bucağının ən böyük qiymətini istəyirsə, sındırma əmsalının ən kiçik qiymətini axtarıram. Ən kiçik də 1,33-dür. O da suyundur. Yəni cavab olur D variantı. 27 nömrəli sual. İşıq havadan şüşəyə keçir. Şüşə daxilində şüanın yolu. Baxın uşaqlar, havanın sındırma əmsalı 1-dir. Şüşənin sındırma əmsalı havadan çox olur. Məsələn deyirəm, götürək 3. Yəni bu havadan şüşəyə keçəndə sındırma əmsalı artmalıdır. Sındırma əmsalı artırsa sinus alfa 0 bərabərdir 1 bölünə görə, yəni indi bu düstura görə baxıram, bucaqla sındırma əmsalı tərs asıdır. Yəni onda mənim sınma bucağım azalmalıdır. Deməli, normalda havadan suya keçən bax bu yolla keçir. İndi əgər sındırma əmsalı artıbsa, mənim sınma bucağım azalmalıdır. Normalda bu qədərdirsə, azalıb normala yaxınlaşmalıdır. Ona görə də cavabı götürürəm 4. B variantı. 28. Birinci və üçüncü mühitlərin mütləq sındırma əmsalları eynidir. Qamma bucağı nəyə bərabərdir? Əgər birinci mühitlə üçüncü mühitin sındırma əmsalları bərabərdirsə, onda belə çıxır ki, bu birinci mühitlə üçüncü mühitin sınma bucaqları da bərabərdir da. Onda alfa ilə də deməli qamma bir-birinə bərabər. Çünki qamma 3-dür, alfa da birinci mühitin düşmə bucağıdır. Onda deməli bunlar da bərabər olur. Yəni C variantı. 29. Şəkildə deyə bilərsiniz, çünki sinus alfa bölünsün sinus beta yazırıq, tutaq ki, sinus qamma bərabər olur n3 bölünsün n1-ə. Bunlar da bərabərdirsə nisbəti 1 verir, onda sinus alfa da bərabər olur elə sinus qammaya. Bundan istifadə edirik. 29. Şəkildə sındırma əmsalları n1, n2 və n3 olan 3 mühitdə şüanın yolu göstərmişdir. Sındırma əmsalları arasında hansı münasibət doğrudur? Bilirik ki, alfa bucağım sındırma əmsalından tərs asıdır. İndi normalda birdən gələndə bucaq bax bu şəkildə getməlidir. Amma görürəm ki, burada bir şey var. Bax buradan aparanda burada bucaq artıbdır. Baxın, bu qədər olmalıdır, bu qədər olub. Bucaq artıbsa, deməli sındırma əmsalı azalıb. Sındırma əmsalı azalıbsa, deməli n2 nədir? n1-dən kiçikdir. İndi gəlirəm bu tərəfə. Buradan gələn şüa isə bax bu şəkildə getməlidir. Amma görürəm ki, normalda bucaq bu qədər olmalıdır, bu qədər olub. Normala yaxınlaşıb. Deməli, burada bucaq azalıb. Bucaq azalıbsa, sındırma əmsalı deməli artıb. Deməli, n3-ün sındırma əmsalı n2-dən çoxdur. Ən böyük sındırma əmsalı da n1-dədir. n1 böyükdür n3-dən, o da böyükdür n2-dən. n2 ən kiçikdir. Yəni, 29-da cavab olur. Bir dəqiqə. Deməli, burada bir şeyə fikir vermədim mən. Bunların bucaqlarını birinci mühitlə fikir verin. Birinci mühitlə üçüncü mühitin bucaqları alfadır, yəni bərabərdir. Onda əgər sinus alfa sinus beta'ya bərabərdirsə, deməli bu mühitlərin sındırma əmsalları da bərabərdir. 1 ilə 3-ün sındırma əmsalı bərabərdir. 1 ilə 3-ünki bərabərdir. 2 onlardan kiçikdir. Bu şəkildə olur. Cavab A variantı. 30. İşıq şüası havadan mütləq sındırma əmsalı n olan mühitə keçir. Baxın, havanın sındırma əmsalına 1 yazıram. Mühitin sındırma əmsalına isə n yazıram. Düşən və qayıdan şüalar arasındakı bucağı 60 dərəcə varsa sınma bucağın sinusu. Çəkək. Düşür, sınır, qayıdır. Səttin normalını çəkdim. Düşmə və qayıtma arasındakı ümumi bucaq 60-dırsa, düşmə və qayıtma da bir-birinə bərabərdirsə, hər bir hissəyə 30 dərəcə düşür. Bunu yazdıqdan sonra tapdım mı sınma bucağının 30 dərəcə? Yazıram qaydamı. Düşmə bucağının sinusunun olan nisbəti bərabərdir. n2 bölünsün n1. Sınma bucağının, daha doğrusu düşmə bucağının tapdığı 30 dərəcə, sinus 30-da 2-də 1 alır. Vurulsun sinus beta. Bərabərdir. n2 ikinci mühitin sındırma əmsalına n dedik, birinci mühitdə 1-dir. Buradan da sinus beta'nı tapanda deməli alınır 1 bölünsün 2.
Yəni cavab olur 30-da C variantı. 31. İşıq şüası havadan mütləq sındırma əmsalı n olan mühitə keçir. Düşən və qayıdan şüalar arasındakı bucaq 120 dərəcə olsa sınma bucağın sinusu. Deməli, düşən, sınan, qayıdan. Səttin normalını çəksəm, buradan. Əgər bu ikisi arasındakı ümumi bucaq 120 dərəcədirsə, hər biri 60 dərəcədir. Düşmə və qayıtma bucağı. Onda düşmə bucağının sinusunun sınma bucağının sinusuna olan nisbəti bərabərdir. N2 bölünsün N1. Burada düşmə bucağımı tapdım 60 dərəcə. Sinus 60-da deməli kök 3 bölünsün 2 alır. Vurulsun sinus beta. Sinus betanı axtarıram. Bərabərdir. İkinci mühitin sındırma əmsalı havadan suya keçirsə, suyu M veribdir. O biri də 1'dir hava. Buradan da sinus betanı tapanda deməli kökdə 3 bölünsün 2 alınır. Yəni cavab olur 31-də də C variantı. 32. Mütləq sındırma əmsalı N olan maddədən hazırlanmış D qalınlıqlı lövhədən işığın keçmə müddəti nəyə bərabərdir? Bizim düsturumuz var. Dn bərabərdir ST. Buradan da T'ni tapanda alıram onda Dn bölünsün S. Yəni cavab olur D variantı. Gələk 33 nömrəli sualı. İşığın T müddətdə keçdiyi D qalınlıqlı lövhənin mütləq sındırma əmsalı. Yenə düsturumuz D'nin bərabər ST-dir. Buradan da bu düstur hardan gəlir uşaqlar? S bərabər VT düsturundan gəlir. Lövhənin qalınlığını D ilə göstəririk. Olur D bərabər VT. V-nin də yerinə S bölü N yazırıq. S bölü N vur T. Buradan gəlir. Yəni olur D'nin bərabər ST. İndi burada da bizdən N istəyirsə N bərabər olur ST bölünsün D. Yəni cavab C variantı olur. Gəlirəm 34-ə. Birinci müstəvi güzgü üzərinə düşən şüa ikinci müstəvi güzgüdən əks olunduqdan sonra hansı nöqtədən keçər? Deməli, buradan tən ortadan düşübsə, bu iki damağın da tən ortasından getməlidir. Baxın bu şəkildə. Getdim, buradan da yenə iki damağın tən ortasından getsə, gəlib L nöqtəsindən çıxar. Yəni cavab olur A variantı. 35. Açar sözlərdən hansı ardıcılıqla istifadə etməklə mətni tamamlamaq olar? Sferik segment formasında olan və işığı güzgü kimi əks etdirən cismin səthi deyir. Necə adlanır? Bu cismin səthi sferik güzgü adlanır. Çökük sferik güzgü işıq şüalarını sferik segmentin daxili səthindən qaytaran güzgüdür. Qabarıq sferik güzgü isə işıq şüalarını sferik segmentin xarici səthindən əks etdirən güzgüdür. Cismin fokusunda olduqda deyir. Cisim xəyal əgər sonsuzluqda alınırsa bu çökük sferik güzgüdür. Fokusunda olduqda xəyal sonsuzluqda alınır. Bir dənə qaldı qabarıq sferik güzgü məfhumi fokusa malikdir. Deməli 4, 3, 1, 5, 2. Cavab olur Y variantı. 36. Mütləq sındırma əmsalı 2 olan mühitdə mütləq sındırma əmsalları N1 və N2 olan mühitlərə monoxromatik işıq şüaları keçir. Euler Venn diaqramında bəndləri müəyyən edin. Əgər sındırma əmsalları fərqlidirsə, yayılma istiqaməti hər ikisində dəyişməlidir. Sürət nə vaxt artır? Əgər N bərabər 2-dir, 2-dən 2/4-ə keçsə, sındırma əmsalı artır. Sürət də V bərabər S bölünə görə sındırma əmsalının tərs asıdır. Sındırma əmsalı artırsa, birincidə sürət azalır. İkincidə əgər N 2-dir, 2-dən 1/8-ə keçirsə, sındırma əmsalı azalır. Onda sürət tərs ası olduğu üçün artar. Sürət artır deyilsə ikinci, azalır deyilsə üçüncü. Düşmə bucağı sınma bucağından böyükdür deyilsə, uşaqlar burada baxırıq nəyə? Bucaq da sındırma əmsalından tərs asıdır. Onda deməli düşmə bucağı sınmadan böyükdürsə, sınma azalıbdır. Bucaq azalıbsa, deməli ikinci mühitin sındırma əmsalı çox olub. Ona görə də götürürəm 1-ə. Yəni olur 3, 4, 1, 2 şəklində. Cavab olur D variantı. 37 nömrəli sual. Mütləq sındırma əmsalı 1/5 olan mühitdən mütləq sındırma əmsalları 1/3 və 1/6 olan mühitlərə monoxromatik işıq şüaları keçir. Euler Venn diaqramında uyğun bəndləri müəyyən edin. Deməli, birincidə 1/5-dən 1/3-ə keçir sındırma əmsalı. 1/3-ə keçirsə, sındırma əmsalı azalır. İkinci mühitdə 1/5-dən 1/6-ya keçir. Əgər 1/6-ya keçirsə, onda sındırma əmsalı artmalıdır. Tezlik bir mühitdən digərinə keçəndə dəyişmir. Tezlik period dəyişmir. Bu ortaq gedir. Yazıram 1-i 3-ə. Mühitdə dalğa uzunluğu artır. Lambda bərabərdir. Düstur lambda 0 bölünsün n-dir. Yəni lambda tezliyin sındırma əmsalından tərs asıdır. Lambdanın artması üçün sındırma əmsalı azalmalıdır. Sındırma əmsalı hansı mühitdə azalır? Birinci mühitə keçəndə. Orada gedir 2-yə. Dalğa uzunluğu azalır deyilsə n artmalıdır. Ona görə bu gedir ikinciyə. Düşmə bucağı sınma bucağından böyükdürsə,
Deməli, ikinci mühitə keçəndə bucaq azalıb. Bucaq azalıbsa, sinus alfamda, yəni bucağım da sındırma əmsalından tərs asılıdır. Onda deməli, sındırma əmsalı artıb. Sındırma əmsalı artanda ikinci mühitdir. Yəni 4 də bura gedir ortaq. Onda 2, 1, 3, 4 olur. Cavabı tapıram. Deməli, C variantı olur. Gələk indi 38 nömrəli suala. Açar sözlərdən hansı ardıcılıqla istifadə etməklə mətni tamamlamaq olar? Deyir ki, işıq şüası sındırma əmsalı olan mühitdən sındırma əmsalı olan mühitə düşdükdə sınma bucağı düşmə bucağından, yaxşı belə yazaq onda. İşıq şüası sındırma əmsalı böyük olan mühitdən sındırma əmsalı kiçik olan mühitin sərhəddinə düşdükdə sınma bucağı düşmə bucağından böyük olur. Çünki belə bir şey var ki, uşaqlar, sındırma əmsalı əgər azalırsa, bucaq artır, tərs asılıdırlar. Sonra deyir, ikinci mühitə keçən işığın yayılma sürəti, deməli, dəyişir, sürət lambda dəyişir, tezlik, period isə dəyişmir. Bu zaman ikinci mühitdə işığın yayılma sürəti birinci mühitdəkindən, belə deyək ki, böyük olur. Onda olur 2, 1, 2, 4, 3, 2. Cavab B variantı. 39. Sındırma əmsalları fərqli olan iki mühitin D1 və D2 lay qalınlıqları nisbəti nəyə bərabər olmalıdır ki, işığın onlardan keçmə müddəti eyni olsun? Baxın uşaqlar, burada nəyə baxıram? Yazıram, düstur nə idi? DN bərabərdir ST. Burada T'lər eynidir, işıq eyni işıqdır, yəni sürətləri bərabərdir. D ilə N tərs asıdır. Onda D1-in D2 olan nisbəti bərabər olmalıdır. N2-nin N1-ə, çünki N-dən tərs asıdır. Yəni cavab olur onda A variantı. Gələk 40 nömrəli suala. Sındırma əmsalları və eyni lay qalınlığına malik olan iki mühitdən işığın keçmə müddətlərinin nisbəti nəyə bərabərdir? Düstur. D-in bərabər ST-dir. D-lər eynidir. N-lə də T düz asıdır. Onda T1-in T2 olan nisbəti bərabərdir N1-in N2 olan nisbətinə. Yəni cavab da olur Y variantı. 41 nömrəli sual. Lay qalınlığı fərqli olan iki müxtəlif mühitdə işığın yayılma müddətləri də fərqlidirsə, bu mühitlərin işığı sındırma əmsallarının nisbəti nəyə bərabər olmalıdır? Heç nə düstur, D-in bərabər ST-dir. Bunların bir də nə sürətləri bərabərdir? N1 üçün yazanda yazacağım ST1 bölünsün D1. N2 üçün yazanda isə yazmalıyım ST2 bölünsün D2. Buradan da nisbətini istəyirsə əgər N1-in N2-yə bərabərdir, bölürəm. ST1 bölünsün D1 vurulsun D2 bölünsün ST2. Buradan da S-lər gedirsə mən belə alıram ki N1 bölünsün N2 bərabərdir. T1 D2 bölünsün D1 T2. Yəni cavab olur B variantı. Keçək növbəti suala. 42 nömrəli sual. İşıq şüası sındırma əmsalı olan 3 mühitdən keçir. Müxtəlif mühitlərdə şüanın yer dəyişmələri eyni olduqda, mühit daxilində şüanın yayılma müddətləri arasındakı hansı münasibət doğrudur? Baxın uşaqlar, mühitin deyir ki, yer dəyişmələri eynidir. Bir dənə sındırma əmsalları fərqlidir. Onda mən yazıram D-in bərabər ST yenə. Buradan da baxıram ki, N-lə T düz asıdır. Onda əgər N3 böyükdür N2, o da böyükdür N1-dirsə, onda deməli T3 böyükdür T2, o da böyükdür T1 olmalıdır. Yəni cavab olur A variantı. Gələk indi 43 nömrəli suala. İşıq şüası sındırma bucağı 60 dərəcə olan prizmanın yan üzünə perpendikulyar istiqamətdə düşür. Sınan şüa prizmanın o bir üzü boyunca havaya çıxır. Prizmanın maddəsinin sındırma əmsalını hesablayın. Şəklə baxanda görürəm ki, ikinci mühitə keçmədən buradan qayıdıbdır. Bu tam daxili qayıtma hadisəsidir. Onda tam daxili qayıtma limit bucağını yazsam, sinüs alfa 0 bərabərdir 1 bölü n. Burada da məndən istəyir ki, sındırma əmsalını tap. N-i tapanda 1 bölünsün sinus 60 dərəcə. Sinus da 60-da kök 3 bölü 2 alır. Onu da yerinə qoyanda 2 sürətə kök 3 məxrəcə. 2 bölünsün kökdə 3 alınır. Yəni 43-də cavab A variantı. 44. İşıq şüası sındırma bucağı 30 dərəcə olan şüanın prizmanın yan üzünə perpendikulyar istiqamətdə düşür. Sınan şüa prizmanın o bir üzü boyunca havaya çıxır. Prizma maddəsinin sındırma əmsalı. Baxan kimi görürəm ki, baxın bu istiqamətdə qayıdıb, bu tam daxili qayıtma mənzərəsidir, hadisəsidir. Onda tam daxili qayıtma limit bucağının düsturunu yazaram. Sinüs alfa 0 bərabərdir 1 bölü n. Buradan da n-i tapanda 1 bölünsün sinus alfa 0 yazaram. Sinusda 2-də 1 alırsa 1 bölü 2-də 1-im də mənə verər 2. Onda cavabımız da olar 44-də A variantı.
Gələk indi 45 nömrəli suala. 45-də bizə deyir ki, 3 mühitdə şüaların yolu göstərilmişdir. Mühitlərin sındırma əmsalları arasındakı hansı münasibət doğru? Burada uşaqlar, nəyə baxıram? Əvvəla baxmalıyam ki, 1 ilə 2. Mən bilirəm ki, bucaqla sındırma əmsalı bir-birindən tərs asıdır. Burada baxıram ki, birinci baxın bu istiqamətdə getməli idi sınmadan. Yəni bucağı bu qədər olmalıydı da balaca hissə qədər. Amma sındıqdan sonra baxın bucağı artıb. İkinci mühitə keçəndə əgər bucaq artıbsa, onda deməli sındırma əmsalı ikinci mühitdə az olubdu, azdır. Onda deməli n2 n1-dən kiçik olmalıdır. Burada baxanda da ikinci mühitdə görürəm ki, burada tam daxili qayıtma hadisəsi baş veribdir. Tam daxili qayıtma hadisəsi o vaxt baş verər ki, işıq sındırma əmsalı çox olan mühitdən az olan mühitə getsin. Onda belə çıxır ki, n2-nin sındırma əmsalı n3-dən böyükdür. Əgər n2 də n3-dən böyükdürsə, onda deyərəm n1 böyükdür n2-dən, o da böyükdür n3-dən. Yəni cavab olar D variantı. 46 nömrəli sual. 3 mühitdə şüaların yolu göstərmişdir. Mühitlərin sındırma əmsalları arasındakı münasibət doğrudur. Deməli, burada uşaqlar, yenə baxıram ki, normalda bununla keçirsəm, bax, belə gedərdi. Bucaq görürəm ki, bax, bu qədər olmalıydı, amma artıbdı, bu qədər olubdu. Deməli, bucaq artıbsa, sındırma əmsalı azalıbdı. Onda n2 kiçikdir n1-dən. Baxanda görürəm ki, 3-cü mühitdə mütləq B-dimdə tam daxili qayıtma hadisəsi baş verib. Tam daxili qayıtma hadisəsi nə vaxt baş verir? İşıq sındırma əmsalı çox olan mühitdən aza keçsin. Deməli, n2-dən n3-ə keçəndə daxili qayıtma baş veribsə, deməli, n2-nin sındırma əmsalı n3-dən çox olub. Onda n1 böyükdür n2-dən, o da böyük olur n3-dən. Yəni, cavab olur D variantı. Gələk 47 nömrəli suala. Monoxromatik işığın verilmiş mühitlərdəki sürətlər arasında hansı münasibət doğrudur? Sürət bucaqla düz asıdır. Çünki, belə deyim də, məsələn, V bərabər C bölü n-dir. Sürət sındırma əmsalından tərs asıdır. Amma sındırma əmsalı bucaqla tərs asılı olduğu üçün, belə deyək də, gətirib məsələn, sinus alfa bölünsün, sinus beta bərabərdir nəyə? Məsələn, bu birinci mühitdir, bu ikinci mühitdirsə n2 bölü n1, işığın sınma qanunu. Buradan istifadə etsəm, gətirib məsələn n2 bölü n1-in nisbəti nəyə bərabərdir? V1 bölü V2-yə də, çünki sürətlə tərs asılıdır. Onda görürəm ki, sürətin bucaqla düz asılı olur. Bundan istifadə edəcəm. İndi baxıram. Birinci mühitdən keçəndə normalda işıq bax belə getməli idi. Bucağı bu qədər olmalı idi. Amma sınıb bu qədər olub. Yəni bucaq azalıbdır ikinci mühitə keçəndə. Bucaq azalıbsa sürət düz asılı olduğu üçün sürət də azalıb deməli. Onda V1-dəki sürət V2-dən böyük olub. Növbəti hissəyə gələndə buradan baxaram. Buradan baxanda görürəm ki, indi buradan baxaq, fərqi yoxdur. Belə baxanda görürəm ki, burada bucaq bu qədər olmalıymış. Bu qədər. Amma artıb. Bucağı artıbsa, sürət də artıb deməli. Sürət də artıbsa, onda üçüncü mühitin sürəti də 3-də 2-dən böyükdür. Amma indi bilməliyəm 1 mi böyükdür, 3 mü? Ən böyüyü. Onda baxıram 1-in istiqamətinə. 1-dən gələn şüa sınmadan baxın bu istiqamətdə getməli idi. Belə göstərirəm. Normalda səthin normalını bura köçürsəm, buradan baxanda görürəm ki, normalda bu bucaq altında getməlidir, ancaq 3-cü mühitdə bu qədər bucaq altında gedib. Yəni, müəyyən qədər bucaq artıbdır, 1-ə nəzərən. Bu o deməkdir ki, deməli 3-cü mühitdə bucaq artıbsa, 3-cü mühitin sürəti 1-dən daha çoxdur. Onda V3 böyükdür V1-dən, o da böyükdür V2-dən olur. Yəni, V3 böyükdür V1, o da böyükdür V2. 47-də cavab olur Y variantı. Sonra 48 nömrəli sual. Suda yayılan iki paralel işıq şüasından birinci şüa suyun səthində qoyulmuş üfüqi paralel üzü şüşə lövhədən keçməklə, ikinci şüa isə birbaşa havaya çıxır. Birinci şüanın havada yolu göstərilmişdir. Mənə deyir, ikinci şüanın havada istiqamətini göstərin. Baxın uşaqlar, burada biz nəyə görə baxırıq? Burada baxanda görürəm ki, bu şüşəyə daxil olanda müəyyən dərəcədə sınıb. Baxın, normalda bu şəkildə getməlidir. Amma bucaq görürsünüzsə ki, azalıbdır. İkinci mühitdə baxanda görürəm ki, buradan belə gedəndə. Normalda bax, məsələn, bu istiqamətdə getməli idi. Amma bunun ikinci mühitə, yəni havaya keçəndə bucağı artıbdır. Bu da nəyə görə artıbdır? Sındırma əmsalına görə. Baxın, birinci mühitdə şüşədən havaya keçir. Şüşənin sındırma əmsalı havanınkindən çoxdur. Ona görə də havaya keçən bucaq isə
havadakı bucaq, məsələn sinus beta deyirəm, havadadır. Havadakı bucaq şüşənin daxilindəki bucaqdan, sinus alfa şüşədən böyükdür. Çünki bucaqla sındırma əmsalı bilirik ki, tərs asıdır. İndi artıb da bucaq. Bu tərəfə gələndə isə sudan havaya keçibdir. Sudan havaya keçəndə havanın sındırma əmsalını bilirəm ki, 1-dir. Havanın sındırma əmsalı 1-dir, amma suyun sındırma əmsalı havadan çoxdur. Yəni n su böyükdür n havadan. Deməli bu o deməkdir ki, əgər ikinci mühitə keçəndə sındırma əmsalı azalıbsa, deməli ikinci mühitə keçəndə bunun da bucağı artmalıydı. Eyni ilə şüşədəki kimi. İndi burada normalda şüanın yolu baxın bu istiqamətdir. Belə göstərsəm, bir dəqiqə tam düz göstərək, baxın bu istiqamət. Onda baxıram ki, burada çox az meyil etmə hansındadır? 3-də. Götürürəm 3-ü. Deməli 3-də bucağı artıbdır. Yəni 48-də cavab olur A variantı. Uşaqlar, nəyə görə mən məsələn 4-ü götürmədim? Çünki bu mühitdə baxanda görürəm ki, şüadan keçməyəndə, baxın, eyni mənzərədir. Fikir verin, şüşədən keçməyəndə. Çox cüzi miqdarda sınma var. Şüşədən əgər sınaraq keçməsə. Eyni ilə burada artıq şüşəni götürmüşüksə, eyni qayda ilə keçməlidir. Yəni mən 4-ü götürə bilmərəm. Şu an bu şəkildə verməyib. Mənə verdiyi şərtə görə 3-ü götürürəm. 49 nömrəli sual. Birinci mühitin A nöqtəsindən gələn işıq şüası, ikinci mühit daxilində göstərilən yollardan hansını seçərək üçüncü mühit daxilindəki B nöqtəsindən keçər? 1-lə 3-ün sındırma əmsalları bərabərdirsə, birinci mühitdə necə hərəkət edirsə, üçüncü mühitdə də elə hərəkət etməlidir. Baxın, birinci mühitdən düz yolla gəlir, baxın, belə keçməlidir. Amma sınıbdır. Sınıb indi müxtəlif yollarla keçə bilər də, bunu saxlayaq belə. İndi tutaq ki, əgər sınıb 1-lə gəlsə, 1-lə gəldi, bura çatdı mı? Artıq ikinci mühitə keçəndə, baxın, A nöqtəsindən necə çıxmışdı? 2 damağın tən ortasından. Eyni trayektoriyandan birdən də elə getməlidir. Baxın, 2 damağın tən ortasından belə çıxdı. Bu uyğun gəlmir. Mənə deyir, B nöqtəsindən çıxsın. 2-dən aparsam, 2 damağın tən ortasından, baxın, buradan çıxar. 3-dən amma aparsam, 3-dən aparsam. Baxın, belə çıxar. 4-dən də bu şəkildə. Baxıram, hansıyla B nöqtəsindən çıxar? 3-də. Onda cavabı götürürəm Y variantı. Gələk 50 nömrəli suala. Sudan havaya keçəndə işıq şüasının. Uşaqlar, sudan havaya keçəndə sındırma əmsalı dəyişdiyi üçün bucaq dəyişir. Bucaq dəyişdiyi üçün yayılma istiqaməti dəyişir. Sürət də sudan havaya keçəndə havanın sındırma əmsalı suyunkudan az olduğu üçün sındırma əmsalı azalır. Onda sürət V bərabər C bölünə görə tərs asılı deyə artar. Tezlik periodda dəyişməz. Cavab olur 2-3. Sonra 51. Müstəvi güzgüdə cismin xəyalı alınır. Hansı ifadələr doğrudur? Müstəvi güzgüdə alınan xəyal düzünə olur və xəyal cismin özü boyda alınır. Cisimdən eyni məsafədə özü boyda alınır. Cavab olur 2-4. 52 nömrəli sual. Tam daxili qayıtmanın baş verməsi üçün hansı şərt ödənməlidir? Birinci şərt odur ki, işıq sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə keçməlidir. Bir də düşmə bucağı tam daxili qayıtmanın limit bucağından böyük olmalıdır. Cavab elə 1-2-dir. 53. Top müstəvi güzgüyə perpendikular istiqamətdə sürətlə hərəkət edir. Topla bağlı hesablama sistemində topun xəyalının sürətini istəyirsə, V bərabərdir, V nəzərən deyə, xəyalına nəzərən 2V'dir, düsturumuz var. 2-ni də 3-ə vururam, bu da edir 6. Yəni cavab olur 6. 54 nömrəli sual. İki müstəvi güzgü arasındakı bucaq neçə dərəcə olmalıdır ki, düşmə bucağının istənilən qiymətində güzgülərdən əks olunaraq qayıdan şüanın istiqaməti düşən şüanın istiqamətinə paralel olsun. Deməli, uşaqlar, bu hal ancaq 90 dərəcədə mümkün ola bilər. Gəlin indi sizə sübut edim. Tutaq ki, birinci müstəvi güzgün budur, ikinci müstəvi güzgüm də budur. Baxın, birinci güzgü budur, ikinci güzgü isə budur. İndi birinci güzgünün üzərinə bir dənə işıq şüası düşür. Baxın, bu formada salıram bir dənə işıq şüasını. Düşdü mü? Bu düşən şüa demir güzgülərdən əks olunur. Əks olunur, gəlir ikinci güzgünün üzərinə. Və bu güzgüdən də qayıdır, baxın bu formada. Birinci müstəviyə düşən şüa baxın budur. İkinci müstəvidən qayıdan şüa da baxın budur. Bizə demir, qayıdan şüa ilə düşən şüa paralel olsun, ancaq 90 dərəcədə ola bilər. Deməli, cavab olur 90 dərəcə.